Mart ayının 27-si Ramazan ayının 27-ci günüdür. Martın 27-sində imsak vaxtı saat 05:05, iftar vaxtı isə saat 19:14-dədir. Ramazan ayının 27-ci gününün imsak duası belədir. İlahi, bugün mənə Qədr gecəsinin fəzilətini nəsib et. Bugün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt. Üzrümü qəbul et, günah yükünü üstümdən götür. Ey salih bəndələrinə qarşı mehriban olan Allah. İftar duası isə belədir. İlahi, sənin üçün oruç tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş bağışlama sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.